Hal-hazırda sizə əldə olan kanvas modellərini göstərirəm. Balaca ölçülərdir. Baxın, bu formada var. Yəni hazırdır, qatlanıb toxunur. Sonra bu formada var. Bunlar yəni hazır kəsilmişdir. Qatlanır, kənarları toxunur. Yəni müəyyən bir model çanta alınır. Sonra belə kvadrat forması var. Sonra belə ürək forması var. Baxın, iki hissəlidir. Bir ön arxa qoyur, bir də orta hissəsində bundan toxuyur. Sonra belə bir şey var, şəffafdır. Bunun hal-hazırda üstündə konka var, dizilməsin deyə olub, qoyulub. Bu şəffafdır özü. 2 dənədir. Sağdan biri öndən arxadan qoyulur və bu toxunur. Bu da bir sımka modelidir. Sonra baxın, saplar var. Belə baxın, belə bu saplar var. Bunun 50 qramlıqları da var. Baxın, rəngləri mövcuddur. Sonra belə 100 qramlıq da var. Eyni sap modelidir. Sonra bir də belə bir saplarımız var. Hal-hazırda rənglər azdır. Bunların da bütün modelləri olacaq. Sonra bunun da baxın, belə böyük topları da var. 300 qramlıq, 290-300 qram olur. Sonra bir də əsasən mişka toxunmaq üçün belə sap var. Baxın. Ağ rəngi var hal-hazırda. Sonra belə pufelər var. Bunların da qalınlığı təxminən 7 mm-dir. Bunların da var yolda modelləri. Hər biri hal-hazırda mövcuddur.